Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlərim, necəsiz? Hər birinizi salamlayıram. Sizin üçün göşək bir dənə 3 sualın izahını çəkirəm. Bunları sizə atmışdım qrupa və siz orada işarələmişdiniz, müxtəlif cavablar gəlmişdi. Baxın müəllimlər, 17 çıxaq 17-də 1. Bu şəkildə gedir. 17-də 2, 17-də 3, 17-də 4, 17-də 5. Elə bil ki 17-də 1717-yə qədər gedir. 1-dən 1717-yə qədər. Bunların içərisində hökmən 17 çıxılsın. 17-də 289-da varmı? 289 həqiqətən 17-nin kvadratıdırmı? Bu 17 eləyirmi elə? Yəni 289-u 17-yə böləndə 17-dən 17 çıxanda cavab 0 eləyir. Vuruqların birinin içərisində 0 varsa, deməli ümumilikdə hasil 0-a bərabərdir. Yəni bunun cavabı olacaq 0. Keçək növbəti suala. 2 üzərinə gəlinsin 3 bölək, 2 üzərinə gəlinsin 3 bölək, 2 üzərinə gəlinsin 3 bölək. Nəysə, bu minvaldan gedir. Bu ifadəyə bir x desəm, məxrəcdə də eyni şeyin təkrarlandığını görürəm. Yəni, bu əgər x-a bərabərdirsə, məxrəc də eyni sonsuz şəkildə gedir, o da olur x. Yəni, 2 üzərinə gəlinsin 3 bölünsün x bərabərdir x-a. Gəlin sadələşdirək. Hər tərəfini x-a vursaq, deməli, 2 dənə x üzərinə gərək 3 bərabərdir x-in kvadratına. X kvadratı çıxılsın 2x minus 3 bərabərdir 0-a. Köklərinin biri mənfi 1-dir. Biri isə 3-dür. Diskriminantla tapıb həll eləyə bilərsiniz təbii ki. Buradan mənfi 1-i nəyə görə götürmürəm? Çünki müsbət ədədlərdir. 2 üzərinə gərək 3, 2 üzərinə. Bunun cəmi necə mənfi ola bilər ki? Yəni, ona görə bu hissəsi götürülmür. Cavab olur 3, yəni B variantı. Növbəti atdığım 3-cü sualda 9 üzərində A-nın sadə bölənlərinin sayı n olarsa deyir, natural bölənlərinin sayını tap. Yəni, n dənə sadə böləni var. Onu demək istəyir də bizə. İndi baxaq. Yəni, sadə bölən nə deməkdir? Məsələn, A bərabərdir 2 vurulsun 3 üstü 2 ədədinin neçə dənə sadə böləni var? Müxtəlif sadə vuruqlarının sayı, yəni 2 dənədir. Yəni, burada da n-ə bərabər. Yəni, n-in burada 2 olduğunu tapdım. Məsələn, burada bir 5 olsaydı 3 olduğunu tapardım. Mən doğru dildə bunu demək istəyir də, yəni. İndi A ədədini biraz sadələşdirək. A-mız bərabərdir. 9 üstü n plus 1-i 3 üstü 2n plus 2 kimi yazsam. Deməli, vurulsun 2 üstündə 2, vurulsun 3 üstündə 1, 2 üstü 2 vuraq 3 üstündə n. Biraz da sadələşdirsəm, bunu deməli 3 üstündə 2n vurulsun 3-ün kvadratı, vurulsun 2 üstündə 2n vuraq 3 üstündə n. İndi mən diyamadan izah edirəm, ola bilsin ki, hesab səhvi olar. 3 üstündə 3n. Burada da bir də üzərinə görə 2 var. Vurulsun 2 üstündə 2n. Baxın, 2 dənə müxtəlif sadə vuruğu var. Yəni, sadə bölənlərin sayı 2 dənədir. Bizə n olduğunu deyir. N-in 2 olduğunu tapdım. N-in 2 olduğunu tapdımsa, gətirib yerinə qoyub yazacağım. A ədədim bərabərdir. 3 üstündə 3n plus 2 deyildimi? N-in yerinə 2 yazsam, 3 üstündə 8 olacaq. 2 üstündə 4 olacaq. Natural bölənlərinin sayını tapanda üstləri bir vahid artırırdıq, bir-birinə vururduq. Bərabərdir 45-ə. Bu suala da 45 yazıb yanaşanlar düz yanaşıblar, müəllimlər. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Növbəti dərslərdə, növbəti videolarda görüşərik inşallah.